Sual 49. Hidrogen və oksigen üçün ümumi olmayan nədir? Düzgün cavabımız olacaq elə A variantı. Səbəb deyir ki, kükürdlə reaksiyada hər ikisi oksidləşdiricidir. Gəlin kükürdlə reaksiyalarına baxaq. Deməli, oksigen üstünə yərəm kükürd. Buradan alınacaq SO2. Oksigen burada 0, buradasa -2-dir oksigen dərəcəsi. Gördüyünüz kimi oksigen dərəcəsi azalıb, yəni elektron alıb, yəni belə çıxır ki, bu oksidləşdiricidir. Yəni oksigen oldu oksidləşdirici. Gəlin indi hidrogenin kükürdlə reaksiyasına baxaq. Buradan alınacaq H2S. Kükürd burada, daha sonra hidrogen burada 0'dır, buradasa müsbət 1'dir oksijen dərəcəsi. Gördüyünüz kimi oksijen dərəcəsi artıb, yəni elektron verib. Elektron veribsə artıq bu reduks edici hesab olunur. Gördüyünüz kimi hidrogen reduks edici, oksigen isə oksidləşdirici oldu burada. Yəni hər ikisi reduks edicilik ifadəsi yanlışdır. Sual 50. Hidrogen və oksigen üçün ümumi olmayan nədir? Düzgün cavabımız olacaq Y variantı. Niyə? Çünki karbonla reaksiyaya diqqət edin. Karbon üstünə yarım oksigen alınır karbon qazı ki, oksigen burada 0, burada -2-dir oksijen dərəcəsi. Yəni bu burada elektron alıb. Elektron alıbsa deməli oksidləşdiricidir. Karbon üstünə yarım hidrogen. Karbon üstünə yarım hidrogen reaksiyasına alınır CH4. Hidrogen burada 0, burada müsbət 1-dir oksijen dərəcəsi. Onda belə çıxır ki, bu elektron verib. Çünki müsbətləşib, əgər element elektron veribsə, nə olacaq? Olacaq reduksiya edici. Amma bizə nə deyir? Deyir ki, buradan hər ikisi oksidləşdiricidir. Yalandır özdə ağından. Sual 51. Sabit valentli X elementinin 1 molu 8 qram oksigenlə tam reaksiya girərək oksid əmələ gətirir. Bu elementin hidridinin formulunu müəyyənləyin. Dəyərli dostlar, bizə deyib ki, elementin 1 mol. Baxın, X elementidir 1 mol. Və 8 qram oksigenlə reaksiya daxil olacaq. Dəyərli dostlar, görək 8 qram oksigen neçə mol oksigen atomu deməkdir. Əgər oksigen atomu, yəni o. Əgər bundan biz 1 mol götürsəydik, bu 16 qram eləyərdi. Amma mənə 8 qram deyib burada. Dəyərlər, əgər 8 qram deyibsə, bu neçə moldur? Bilmirəm, buna bir Y deyək. Y də bərabər olacaq 0,5 mol. Aha, deməli bu maddənin içində hər 1 mol metala oksigen yarım mol düşür. Belə bir formul olar mı dəyərlər? Xeyr. Onda nə edək? Bunu biz tam ədədlərə çevirək. Hər ikisini 2-yə vursaq olacaq X2O. Qısası biz burada metalın 1, oksigen isə 2 valentli olduğunu görürük ki, ayaqlara belə çarpaz düşürdü. Hə, metalımız artıq bildik ki, şükürlər olsun Allaha 1 valentlidir. Tapdıq. İndi bunun hidridinin formuluna baxaq. X 1 valentli, hidrogen də 1 valentli. Onda bunların ayağına heç nə düşməz. Elə belə də qalar. Ona düzgün cavabımız olacaq B variantı. Sual 52. Bizə deyir ki, deməli 3 dənə qəşəng gözəl göyçək maddə verib, deyir ki, hər bir reaksiyada 3N mol duz parçalanarsa X, Y, Z cəmini müəyyənləyin. X, Y, Z də alınan oksigenin mol saylarıdır. Mən bir-bir burada sizin üçün bu mübarək reaksiyaları yazacağım. Birinci reaksiyamız kalium mangan O4. Bu parçalanır, alınır kalium 2 mangan O4. Üstünə gəlirəm mangan O2, üstünə gəlirəm O2. Və bunu bir abra salaq. Bura 2 attım mı? Deməli, baxaq. 4, 4, 2. Burada 2 atacaq. Yox, atmayacaq. Elə belə də qalacaq. Bitdi. Maddəmiz əmsallaşdırıldı. Deməli, bu reaksiyamızdan əgər mən 2 mol götürsəydim, 1 mol nə alınardı? Oksigen alınardı. Amma mənə deyir ki, hər reaksiyada 3N qədər mol duz götürək. Bundan 3N qədər götürsəm, buradan alınacaq X qədər. X də buradan bərabər olacaq. Dəyərli dostlar, nə edəcəyik biz? 3N-i 1-ə vurub 2-yə böləcək. Yəni, olacaq 3N bölünsün 2. Qısası 1,5N qədər. Bundan oksigen alındı. X-in qiymətini tapdıq, əlhamdülillah. 1,5N. Sonra nə deyir bizə? İkinci reaksiyamız natrium nitratın parçalanması. Natrium NO3 paramparça olacaq dəyərlər. Buradan alınacaq natrium NO2, üstünə gəlirəm O2. Deməli, bunun qabağına bir neyniyək? Bura 2 ataq, bura 2 ataq. Bitdi məsələ. Və mən görürəm ki, hər dəfə 2 mol bununla reaksiya daxil olanda 1 mol oksigen alınır. Əgər mən 3N qədər bundan tətbiq edəcəmsə, onda nə qədər oksigen alacağım? Bilmirəm, Y qədər. Y də buradan bərabər olacaq. 3N bölünsün 2, yəni 1,5N. Bunun da qiyməti 1,5N imiş. Üçüncü reaksiyamızda yazaq. Üçüncü reaksiyamızdan kalium xlor O3 paramparça olacaq. Buradan alınacaq kalium xlor, üstünə gəlirəm O2. Və biz bunun qabağına 2 atacaq, bunun qabağına 2 atacaq, bunun qabağına 3 atacaq və mən nə görürəm dəyərli dostlar? Hər dəfə bundan 2 mol reaksiya daxil oldu da bundan 3 mol alınır. Bəs bundan 3N qədər olsa, bundan nə qədər alınır? Z qədər alınır. Z də buradan bərabər olacaq. 3-ü vuracaq, 3 eləyəcək 9N bölünsün 2, necə 4,5N. 4,5N.
Qısası biz nə gördük? Bax, bunun qiyməti oldu 4.5 n. Yəni bizə deyir ki, bunların üçündə toplayaq. 1.5, 1.5, 4.5, bu da 3, 4, 7.5. Yəni A variantı olacaq. Sual 53. Deməli, bizə 3 dənə mübariş maddə verib və ayrılan oksigenlərin miqdarlarını verib bizə deyir ki, hər bir reaksiyadan 2n mol duz parçalanarsa, X, Y, Z cəmini müəyyən eləməyi bizdən tapşırılır. Dostlar, birinci reaksiyamız kalium, mangan, O4 parçalanır, alınır. Kalium 2, mangan, O4. Üstünə gəlirəm, mangan, O2. Üstünə gəlirəm, O2. Bunun qabağına 2 atdığım məsələ bitdi. Və mən nə görürəm? Hər dəfə 2 mol bununla reaksiya daxil olanda buradan 1 mol oksigen alınır. Əgər 2n qədər, baxın şərtdə mənə deyib də, 2n qədər bununla reaksiya daxil olsa, x qədər nə olacaq? Oksigen alınacaq. X də buradan bərabər olacaq 1n eləyəcək. Yəni 2n-i vuracam 1-ə böləcəm 2 eləyəcək n. Qısası bunun cavabı n imiş. İkinci reaksiyamız natrium NO3. Natrium NO3 gəlin parçalayaq. Natrium NO3 parçalananda alınacaq buradan natrium NO2 üzərinə gəlirəm O2. 2 mən nə edəcəm? Burada 2 atacam, burada 2 atacam, bitdi məsələ. Və mən nə görürəm? Görürəm ki, hər dəfə 2 mol bununla reaksiya daxil olanda 1 mol oksigen alınır. Əgər 2n deyirsə, buradan nə qədər alınır? Y qədər. Y də buradan bərabər olacaq. 2n-i vuracaq 1-ə böləcək 2-yə. Bu da eləyəcək n. Aha, bunun da cavabı elə n imiş. Son olaraq kalium xlorat verir bizə, yəni Bertolli düzü. Kalium xlor O3 parçalananda alınacaq kalium xlor üzərinə gəlirəm O2. 2 bura 2 atacam, bura 2 atacam, burada 3 atacam, bitdi məsələ. Görürəm ki, hər dəfə 2 mol parçalananda 3 mol oksigen alınır və 2n qədər parçalanarsa nə qədər oksigen alınır? Z qədər oksigen alınır. Z də buradan bərabər olacaq. 3-ü vuracam 2-nə böləcəm 2-yə. 2-lər qısa gedəcəklər. 3n qədər oksigen də buradan alınmış olacaq. Bunda qiyməti olacaq 3n. 2n, bu da 3n, cəmi eləyəcək 5n, yəni Y variantı. Sual 54. Bizə bir qəşəng bir dolanbaz bir sxem veribdir. Və deyir ki, X, Y, Z maddələrini müəyyənləyin. Bir dənə fikir verin. X, Y, bunların hər ikisi oksigenlə reaksiya daxil olur. Hər ikisi oksigenlə reaksiya daxil olur. Sonra Y həm də hidrogenlə reaksiya daxil olur. Əgər Y hidrogenlə reaksiya daxil olur deyirsə, avtomatik Y variantı gedəcək. Niyə? Çünki burada fosfor var. Oksigen, daha doğrusu hidrogen, silisium və fosforun reaksiya daxil olmur. Ona görə bu variant getdi. Həmçinin D variantda gedəcək. Niyə? Çünki burada alüminium verilibdir. Hidrogen alüminiumla reaksiya daxil olmur. Yəni baxın, Y həm alüminium, oksigenin reaksiya daxil olan maddə olmalıdır. Ona görə bu variantlar getdilər. Sonra nə deyir bizə? Z deyir ki, hidrogenlə reaksiya daxil olsun. Bizim C variantda gedəcək. Çünki C variantda silisium verilibdir. Həmçinin A variantda gedəcək. A variantda da Z-in altında fosfor verilibdir. Baxın, bu hissələrə görə axı fosfor və silisium hidrogenlə reaksiya daxil olmur. Ona görə bu variantlarda getdi. Düzgün cavabımız qaldı B variantı. Sual 55. Hansı maddə parçalandıqda 2 bəsit maddə əmələ gəlir? Düzgün cavabımız olacaq A variantı. Çünki bu reaksiyadan alınacaq H2, üstünə gəlirəm O2. Görürsünüz, 2 dənə bəsit maddə. Sual 56. Hansı maddə parçalandıqda 2 bəsit maddə əmələ gəlir? Düzgün cavabımız olacaq D variantı. Səbəb, çünki burada alınacaq civə və oksigen. Sual 57. Qapalı qabda hansı qaz qarışığının reaksiyasından 72 qram su alınır? Gəlin birinci reaksiyanı yazaq. 2H2 üstünə gəlirəm O2 alınır. 2H2O. Mən hazır əmsallı şəkildə yazdım. Və biz reaksiyadan görürük 36 qram burada su almaq üçün. Niyə 36 qram dedim? Çünki su özü 18-dir, emeri. Öndə də 2 var. 36 qram deməli almaq üçün mən nə etməliyəm? 36 qram su almaq üçün 22,4 litr oksigen və 44,8 litr də hidrogen sərf eləməliyəm. Əgər mənə 72 qram su deyirsə, yəni 2 dəfə artıq su istəyirsə, bunların həcmlərini 2 dəfə artıq götürməliyəm. Yəni 44,8 litr oksigen və bunu da 2-yə vuracaq. 89,6 litr də hidrogen lazımdır mənə. Ona görə düzgün cavabımız olacaq C variantı. Sual 58. Qapalı qabda hansı qaz qarışığının reaksiyasından 36 qram su alınır? Reaksiyanı yazaq. H2 üzərinə gəlirəm O2 alınır H2O. Əmsallaşdırıq. Bura 2, bura 2 atdıq, bitdi. Və burada gördüyünüz kimi elə 36 qram su var. Niyə? Çünki su 18-də öndə də 2 var deyə 36. Və mən görürəm ki, 36 qram su üçün 1 mol, yəni 22,4 litr oksigenə, 2 mol, yəni 44,8 litrdə hidrogenə ehtiyacım varmış. Ona görə düzgün cavabımız olacaq B variantı. Sual 59. Kalium permanganatın tam parçalanmasına ayrılan oksigenin kütləsinin, alınan duzun kütləsinin və məhsulların mol sayının zamanla asılı qrafikdən hansıları doğrudur. Kalium xlor O3.
Buradan alınır kalium xlor, üstünə gəlim O2. Dəyərli dostlar, yadınızda qalsın, məhsul, daha doğrusu reaksiyaya girən maddə hər zaman azalar. Sonra məhsullarsa hər zaman artarlar. Yəni bizə birinci reaksiya nə deyir? Ayrılan oksigenin kütləsi. Oksigen burada məhsuldur. Məhsuldursa o zaman bu artmağa başlayacaq. Özü də sıfırdan başlayıb artmalıdır. Deməli, birinci qrafikimiz doğrudur. Sıfırdan başlayıb artıbdır. Məhsul hər zaman artar. Alınan duzun kütləsi. Alınan duz da bir məhsuldur. Baxın, bu da alınan duz. Görüyoruz bu maddə. Bu da bir məhsuldur. Bir məhsuldursa bu da sıfırdan başlayaraq artmalıdır. Amma bizə baxın, alınan duzun zamanı nasıl? Yəni Y-in olan qrafik azalıbdır. Alınan duz azalmaz axı. Məhsul azalmaz. Məhsul sıfırdan başlayaraq artmalıdır. Onlara bu getdi. Və bizə nə deyir? Sonra və məhsulların mol sayları. Gəlin indi məhsulların mol sayına baxaq. Bu reaksiyanı bir daha yazdım. Biraz pis gündədir orada. Bunu qəşəng bir dənə əmsallaşdıraq. Deməli, bura 2 atacağım, bura 2 atacağım, burada 3 atacağım. Məhsulların da mol sayları. Onsuz da əgər məhsullar özləri artırsa, təbii ki, onların mol sayları da sıfırdan başlayaraq artmalıdır. Ona görə də düzgün cavabımız, bax, bu 3 də doğru ifadədir. Baxın, sıfırdan başlayaraq arta gedibdir. Ona görə 1-3, yəni D variantı doğru fikir olacaq. Sual 60. Kalium xloratın tam katalitik parçalanmasına ayrılan oksigenin kütləsinin, alınan duzun kütləsinin və məhsulların mol saylarının zamanla asılı qrafiki. Baxın, bizə nə deyir? Ayrılan oksigen, yəni bu alınan maddədir. Alınan maddədirsə bu sıfırdan başlayaraq artmalıdır. Elə göstərilibdimi? Bəli, doğru göstərilib. Baxın, sıfırdan başlayıb artıb. Alınan duz, bu da alınan maddədir. Alınan maddədirsə, deməli bu da məhsuldur. Bu da sıfırdan başlayaraq artmalıdır. Amma ikinci qrafik göstərir bizə azalıb. Bu olmaz, bunu çıxırıq. Sonra bir də məhsulların mol sayları. Məhsullar da alınan maddələrdir və alınan maddələrin də mol sayları sıfırdan başlayaraq artmalıdır və üçüncü qrafikdə doğrudur. Ona düzgün cavabımız 1-3, yəni D variantıdır. Sual 61. Deməli, bizə qəşəng gözəl göyçə bir sxem veribdir. Oksigen də ozon atar cihazından keçirilibdir. Tabii ki, bu reaksiyadan alınacaq nə? Ozon qazı alınacaq. Ozon qazında kalium yodid məhlulu ilə reaksiyasından nə alınacaq? Yod maddəsi alınacaq. Deməli, indi bizə nə deyir? Sonra deyir ki, bəs Y-lə də Z-i reaksiya aparmaq lazımdır. Və reaksiyası mümkün deyilsə, deyir ki, Y-lə Z reaksiya daxil olmasın. Y-imiz yoddursa, yod hansı maddə ilə reaksiya daxil olunur? Kükürlə reaksiya daxil olunur. Ona görə də düzgün cavabımız C variantı olacaq. Baxın, alınan maddə Y yoddur. Yodda kükürlə reaksiya daxil olunur. Bunun dediyimiz şərti ödəyir. Yəni deyir ki, reaksiyası mümkün deyil.